Milan dizayn həftəsi Part 2 videodan hamınızı salamlayıram. İlk olaraq Louis Vuitton-a getdik. 30-40 dəqiqəlik bir sıra gözlədik və ancaq həyətə girdik. Həyətdən bir dənə də 30-40 dəqiqəlik sıra gözləyib, ondan sonra artıq exhibition özünə girdik. Çox gözəl idi. Yəni gözləməyimizə dəydi. Çox maraqlı idi. Cürbəcür otaqlar var idi və hərəsi cürbəcür dizayn olunmuşdu. Ondan sonra McDonald's sərgisinə getdik və mənim ən çox bəyəndiyim sərgi bu oldu. Çünki bura mənim uşaqlığıma apardı. Yəni bildiyiniz şarlardan hovuz düzəltmişdilər və özümüz də qəribə hiss eləmirdik açığı. Çünki burada yəni 40-50 yaşlı adamlar da var idi. Girdik, rahat üzdük. Ondan sonra getdik Samsung-un eventinə. Samsung da maraqlı bir şou düzəltmişdi. Çox bəyəndim bunu da. İçəriyə keçdikdə isə VR eynəklərdən istifadə edib maraqlı videolara baxa bilirdik. Və həm də burada Van Gogh'un əsərlərini yeni texnologiyalarla canlandırmışdılar. Bu da çox maraqlı gəldi mənə. Yaxşı ki, bu eventlərin çoxuna QR kodla ya adicə sırada dayanıb girmək olar. Məsələn, Pringles'a bizim girdiyimiz kimi. Bura girdik və bizə kartlar verdilər. Bu şəkli tanımlamalıydıq qələmlə və yapışdırmalıydıq. Biz də bunu elədik. Sonra Icos'un eventinə girdik. Belə tüstülü bir otaq eləmişdilər. Açığı çox da maraqlı cəlb eləmədi. Sonra Henry Tim adlanan bir brendin sərgisinə getdik. Bu sərgini mən heç bəyənmədim. Çünki bura atlar gətirilmişdi. Atlar nə qədər estetik görünsə də əziyyət çəkdikləri görünürdü. Sonra getdik Gucci'nin sərgisinə. Gucci'nin sərgisini o qədər tərifləyirdilər ki, və təriflərə də dəyirdi açığı. İçəriyə keçəndə QR kodla 3 dənə içki götürdük, amma içkilər çox bərbad idilər, onu deyə bilərəm. Sonra içəriyə keçdik, bizi belə bir park qarşıladı, arxada gözəl bir musiqi, güllər, yəni çox bəyəndim. Sonra Chasing the Sun deyə bir random bir eventə girdik. Çox mənasız gəldi mənə, çox qəribə gəldi. Və son olaraq da Clone eventinə getdik. Bu eventi çox da bəyənmədim, amma işıqlandırması falan qəşəng idi. Bununla da dizayn həftəsi bitdi.